Mən təkəm, təkin Allahı var, bəli. Amma bu qədər də yox da. Bu qədər də adamın üstünə gəlməzlər də. Bu qədər də adamı aşağı vəziyyətə salmazlar da. Bax, buradan sözüm Zahir müəllimədir. Sabah xahiş edirəm, mən efirə çağırın. Mənim deyiləsi sözüm çoxdur. Mənim deyiləsi sözüm çoxdur ki. Mənim deyiləsi sözüm çoxdur. Kim məni qınayacaq? Həkim qız. Kim məni qınayacaq? Kim mənə nəsə deyəcək? And ol Allaha deyirəm. Həmin adamdan yəni düşmən olacam. Həkim qız. Şahınız xeyir. Hər vaxt xeyir. Mən buradan çıxanda mən sənə kömək eləyəcəm, sənin kirə pulu var. Amma sənə bir dənə söz deyim, kimin əvvəli, kimin axırı bilmək olmur. Sənin anan əziyyətlə sizi böyüdüb, elə demiş olma ki. Sən də bir gələcəyin atasısan, sən də ailə qurmusan, ailəndir, bilmək olmaz. Hər o bu yaşında o zülümlər çəkib, əzab çəkib. Bilmək olmaz, sən hələ bu yaşında başını itirəsən. Sən o yaşa çatandan olacaqsan. Dəyərli anam, dəyərli bax. Mən indi bir dənə belə bir söz deyim da. Qulaq as, mən bilirəm anadır. Qadan alın, qulaq as, sənə bir dənə söz. Bax, ölüb babamızdan mən üzr istəyirəm, mən sözü kəsirəm, mən partiyirəm. Görürsən, mən TikTokda pek eləyirəm, özün də oradasan, düzdür? Deyirəm, dinləmə də, deyirsən məni blok eləmişsən. Deyirəm, ayma, mən blok eləməmişəm, mənim o qədər moderatorum var ki, mən bilmirəm orada kimi blok atır. Başında çıxmır. Deyir, yanındakı qız eləyib də, yanındakı qız neyinib ki? Qulaq as, aslan sənə qurban, qulaq as, bir dənə başına deyim, o anadır. O sizi bu yaşa kimi gətirən ana olub. Həm bir üzü kişi olubdur, həm bir üzü qadın olubdur. Sən ananın başa düşkünən, o başını itirib, yaşdaşıb, xəstə adamdır. O istəməz ki, evladı pis əzab, əziyyət çəkir. O nə bilirsən ki, ürəyində nə əzablar çəkir, nə əziyyətlər çəkir, qadan alım. Heç vaxtda ananın pisi yaxşı olmur. Ana anadır. Sənə qurban. Sən də bir sabah sənin də gələcək evladın olacaq. Sənin evladın sağ o hərəkətlər edirsən, sən bir ata kimi, bir kişi kimi sən o hərəkətləri götürə bilməzsən. Yadında saxla ki, yadında saxla. 100 dənə qadın olsun, ailəni arvad tapa bilərsən, amma ananı tapa bilməzsən, oğul. Mən sizi gözəl başa düşürəm. Mən bir heç kəs heç nə verə bilməz, heç nə də əvəz edə bilməz. Mən bunu çox gözəl bilirəm. Mənim 9 yaşım var idi. Anam mənlə bərabər, mən anamın yanında həm gedirdi yorğun döşə sırıyırdı, həm bu bitkilə vururdu Əmircanda. Mən onu çox gözəl bilirəm. Mənim heç nə yadımdan çıxmayıb. Heç nə yadımdan çıxmayıb. O şeyləri uşaqlıqdan gözün görüb də qadınım. Bilirəm, gözəl anam, gözəl bacım, mən bilirəm. Bax, dünənlər mən bura kart qoymuşdum, evin kirasına görə dəstəksirəm. Hamı altdan yazır ki, bu belədir, bu belədir, bu belədir. Aslan, sən mənim öz xüsusi direktə mən kartını atarsan, mən sənə pul vuracam atam. Amma sənə bir söz deyim, başıva dönüm. Anadır, yola ver. Yaşla əlaqədərdir, gözü zəifdir, hər zülüm əzab əziyyəti çəkibdir. Anadır, deyirdir, baş üstə ana. Yola ver, çalış, yola ver ginən. Amma onun xətrinə dəymə, onun heç kimi yoxdur sizdən başqa. Sənə qurban. Başa düşürsən, başına dönün. Səndən bir oğlu, bir qızı var. Sizin nə zülümləri yeməyib, içməyib, sizi yedizdirib, içizdiribdir. Onları bir bilginəndə görürsən, bu dəqiqana hal-hazırda kirədə qalırsan, əziyyət çəkirsən, kirə pulu axtarırsan ki, mənə kömək, dəstək olun. Eləcə də sənin anan sizi körpəliyinizdən dəstək axtarıb, bir yerdən işıq yolu axtarıb ki, mən balalarımı böyüdüm. Bilirəm, gözəl anam, gözəl insan. Bax, mən burada ağzımı açıb danışıram. Buradan, nədir, humay dillərin şey, eləmə ginən elə. Mənim də səbrim var axı, mən nə qədər dözməliyəm bu qədər şeyə. Dözməlisin. O günlərim and ol Allaha, bax, Quranımız and olsun deyirəm. Əgər səhv deyirəmsə, Allah mən bəlamı versin, heç səhərə saçmayıb. Elə demə. Telefonda qulağım eşitsə də, qayıt belədir, onu görüm, anası ölsün, dədəsi ölsün, niyə qarış eləyirsən? Deyir, ananın qarışı keçmir oğul. Sənə qurban. Heç Allah'ım sağ olsun, onun valideynə eşitdi, yenə də bax qızının danladı ki, qoy desin, eyb yoxsa onun üzünə olmacına. O anama, bacıma, o qızıma da deyən ki, yola verin, yaşdaşıb sizə qurban. Allah Allah, biz ona yola verin, xətrinə dəyməyin. Onun heç kimi yoxdur. Gecə yığdım, saat neçə dedim, amma konum atıram, mən maşasızam. Buradan bura nə yazacaqsa, indi mənim pulum yoxdur, özü bilir. Dedim, çıx, gəl, düşüb qabağına qaldıracam evə səni. Yox, mən gələ bilmirəm, gəlmirəm. Səhər gün otur, mən tezin evdən çıxıram ki, gedim bir ev axtarım özümə.
Yəni evin pulunu cadı verə bilmirəm. Görüm hardan nə edə bilirəm. Yazır ki, mən gəlirəm. Deyirəm, ay mən evdə deyirəm. Özün də gözün görmür. Girəsən amma yıxılasan. Mən pis vəziyyətdəyəm bu dəqiqə. Sonra dedim evə qoy gəlsin. Mən bir dəfə dedim ki, evdə deyirəm. Götdüm mənim ev yazma, xazinimə yığdı ki, bəs mən evə buraxmırlar. Belə Asla sənə qurban. İndi mən sənə bir söz deyim. Sən direktdə mənə kart atarsan, mən sənə vuracam. Amma sənə bir söz deyirəm. Bir oğul kimi, bir qardaş kimi, bir Azərbaycan oğlu kimi deyim sizə. Amma onu deyim ki, anadır. Ananın ürəyi açılmayıbdır. Amma zulüm çəkib sizə. Siz onu başa düşün, onu yola verin. Onun xətrinə dəymin. O ürəyi heç nədən sevinməyib bala. Sənə qurban. Onun ürəyi sevinməyib. Sənə qurban. İki dənə sizdən başqa onun bir Allaha, bir də iki evladı var. Siz o evladı, siz heç olmazsa onu elə eləməlisiniz ki, o sizə nə zülmlərdən yekələndirib böyüdükdür. Onu unutturmalısınız. Sizə qurban, onu unutturmalısınız siz ona. Yaxşı, bayaqdan yığır. Bir dənə yayımı bağlayayım, mən ona danışım telefonda. Hə, qadan alım. Sən direktdə mənə kart at. Yaxşı, çox gözəl. Sağ ol.